Bakı-Sumqayıt şosesinə bunu qədər yaxın ikinci bir ev tapa bilmərsiniz. Xırdalan və Masazır dairəsinə çox yaxın, dəyərli izləyicilərimiz. Şəxsi tikili, illərin oturuşmuş bir həyət evi. 3 sot torpaq sahəsində, hələ 3 sotdan da biraz artıq. Kubcalı, kürsülü 4 otaq. Dədə-baba evi, qoşa daşla inşa edilmiş illərin evi, dəyərli izləyicilərimiz. Çəkilişə qonaq otağından başlamışam. Geniş həyətyanı sahəsi var. İrəliyən dəqiqələrində göstərəcəm. Mənfisi və müsbəti var. Bir mənfisi var ki, otaqlar dəhliz vasitəsilə yox, qonaq otaq vasitəsilə bölünür. İndi o vaxtı belə tikilirdi də. Yəni indiki proyekt deyil. Bunu da nəzərə alın ki, illərin bəlkə də bir 25-30 ilin evidir. Bax. Görün, evdə bir problem var. İndi cüzi kosmetik işlər ola bilər, yaşanılmış evdir. Amma ev oturuşub. Yəni heç bir çatı falan, heç bir problem yoxdur. Otaq bölgüsü, qonaq və otaq vasitəsilə. Bir dənə bu evin qonaq otağının genişliyinə baxın. Vallahi indiki tikili evlərdə qonaq otağı bu boyda olur. Dəyərli izləyicilərimiz, Xırdalan dairəsini keçdikdən sonra Masazırın dairəsinə çatmamış. Azər-City və Aras supermarketin arasında. Bu bilirsiniz nə deməkdir? Addım attınız. Sol tərəfdə Azər-City, sağ tərəfdə Aras supermarket, 100 metrdən sonra Bakı-Sumqayıt yolu qapısına kimi asfalt yol 15 nömrəli məktəbin yaxınlığında. Bu ərazidə qalanlar, tanıyanlar ərazini bilirlər ki, belə bir ünvanda ev satışa çıxmır. Niyə? Çünki heç kəs buradan satıb gedib buradan yaxşı yer tapa bilməz. Bu qədər gözəl ərazidir. Göstərəcəm. Videonun sonuna kimi baxın. Küçəsini də göstərəcəm. Tam koordinat verəcəm sizə. Dəhlizin genişliyinə baxın. Bura bir otaqdır. Bura isə mətbəxidir. İstəsəniz bu ara divarı götürüb, burada nə qədər istəsəniz mətbəxə qata bilərsiniz. Deməli, dəyərli izləyicilərimiz, kürsülü 4 otaqdır. Qiymət isə 120 min manata deyilir. Yenə də endirim olunacaq. Hamam otağı. İşıqlar yanır prosto. Adımdan çıxıb videonun əvvəlindən yandırmamışam. Hamam otağı və sanitar qovşaq. Deməli, keçirik evimizin. Dəyərli izləyicilərimiz, xarici görünüşünü göstərəm sizə. Dəyərli izləyicilərim, bax gördüyünüz kimi evimizin xarici görünüşü. Səbirli olun, küçəni göstərəcəm sizə. Birbaşa Bakı-Sumqayıt şosesini göstərəcəm ki, görün nə qədər yaxındır Bakı-Sumqayıt şosesinə. Həyətində gördüyünüz kimi köməkçi otağı, texniki otaq, sanitar qovşaq və belə bir geniş həyətyanı sahə. Keçək, evimizin əsas ödədiyim küçəni göstərim. Nəzərinizə çatdırım ki, 070 300 30 90 nömrəmizlə əlaqə saxlayıb gəlib evə baxış keçirə bilərsiniz. Bax, açarlar məndədir. Baxın, dəyərli izləyicilərim. Birbaşa, baxın. Görürsünüz? Bakı-Sumqayıt şosesi. Küçədə görürsünüz, küçənin başı da tupikdir. Dediyim kimi 070 300 30 90 nömrəmizlə əlaqə saxlayıb bu evə baxış keçirdə bilərsiniz.